kəşflərindən faydalanaq. Və Aysim Çatda bəyəndiyim bir nüans da oldu. Dedi ki, gecələr gözlərimizi yormasın deyə. Düzdür, tam çox gec vaxtına qədər istifadə etmək lazım deyil. Amma ki, xüsusi rejim tətbiq eləmişəm ki, orada hansısa bir problem yaşanmasın. Biz istərsiniz, indi balacalardır, gözə həmin şüalar daha tez təsir göstərir. Bunu da çox bəyəndim ki, Aysim hər kəsi fikirləşir. Bu yanaşma ilə də o öz tətbiqindəki yeniliklərdən, fərqliliklərdən danışır. Hətta dedi ki, yeni bir tətbiq üzərində də işləyir. Artıq uşaqlıqdan bundan məşğul olur. Və bu da ona göstərir ki, sən dediyinə qüvvət, yeni bir dövr başlayıb onların dövrüdür və gələcəkdəki gənclər üçün yeni iş imkanları da artırılır. Yəni artıq sadələşdirilmiş və hər kəsin dilində olan peşələrdən ziyadə bu sahələrdəki müəyyən peşə sahələri, baxış bucaqları genişlənir. İndi çox dəbdədir Nurayna. IT sahəsi elə Azərbaycanda çox dəbdədir və uşaqların çoxsu IT-yə gedir, belə kurslar da var, yəni gedirlər orada məşğul olurlar. Bilmirəm gələcəkdə bu özünü necə göstərəcək, amma hələ ki tələbatlı sahə, gəlirli sahə olduğuna görə valideynlər də çalışırlar ki, uşaqları bura yönətsinlər. Biz danışacağıq mövzumuz ətrafında əziz dostlar. Qısa fasilədən sonra qayıdırıq.